Plazanın binasında qaz olmayıb. Bunu jurnalistlər açıqlamasında bugün səhər saatlarında partlayış baş verən plazanın sahibi Əbülfət Əliyev deyib. O bildirib ki, yol təmir işləri zamanı ərazidə plasmas boru ilə qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələdiyi üçün binaya yeraltı qaz sızıb. Azəriqaz İstehsalat Birliyinin əməkdaşları isə binada baş verən partlayışdan sonra yeraltı qaz sızmaları iddiasını araşdırmaq üçün hadisə yerinə cəlb olunublar. Qeyd edək ki, partlayış paytaxtın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsindəki plazada baş verib. Geldim. Qaz sızması baş verib. Səhər-səhər də burada detektorlardan yoxladılar. Bu torpaqların altı bu saat bütün qaz sızmasıdır. Ona görə hətta burada dayanmaq belə təhlükəlidir. Sizə də hamınızdan xahiş edirəm ki, buraları tərk edin, gedin. Yəni bu durduğumuz torpağın altında bu saat qaz sızması var. Ama binada gaz olmuyor. Binada qaz olmayıb, xeyr. Binada bizim qaz çardaqdadır, o da binanın arxa tərəfindədir. O da hələ havalar xoş keçdiyinə görə qazda qoşulmayıbdır. Bu zirzəmiyə qaz toplanıbdır. Oradan da səhər-səhər işçi gəlib işığı yandıran kimi partlayış baş verib. Oturmuşduq, elə bir anda belə partlayış səsi eşitdik. Sonra tüstü qalxdı, ofisə tüstü doldu. Biz də dərhal təxliyə olunduqca da düşdük aşağı. Aşağı biraz bərbad vəziyyətdə idik, xəsarət alanları gördük. Ofis əməkdaşımız, liftdə qalan əməkdaşları təxliyə elədi.